Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah biz artıq Ramazan ayını bitirdik və bugün bayram günüdür. Bayramımız mübarək. Allah qəbul etsin bizdən, sizdən. Bu mübarək əməli, fəzilətli əməli. Bir ay oruc böyük bir ibadət idi. Ümumən Ramazan böyük bir məktəb idi. Elhamdülillah bu ibadəti yaşadıq biz. Və bayramda əsas nədir? Məsələn, o vaxt ki, artıq bayram gecəsi olur, ta sübh namazına canan əsas əməllərdən biri Allahı zikr etməkdir. Allah Teala buyurur ki, وَلِتُكْمِلُ الْعِدَّةِ O vaxt ki, yəni artıq Ramazan ayı bitdi. وَلِتُكَبِّرُ اللّٰهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ Yəni Allah Subhanahu Teala bu ayədə buyurur ki, tam ay bitəndən sonra, yəni Ramazan ayı qəsd olunur, Allahı təkbir edin, yəni Allah Ekber deyin. Sizi düz yola yönətdiyimizə görə, yəni biz bu orucu tutduq, bizə bu hidayəti nəsib edib Allah Subhanahu Teala və bəlkə şükür edən qullardan olarsınız. Və əsas bayram günü, əsasən bayram namazınacan, əsas təkbir bayram axşamından başlayır. Amma təkbiri necə deyilir? Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber, Allahu Ekber, və lillahil hamd. Və bu təkbir ta bayram gecəsindən ta namazacan, bayram namazınacan edilir. Təbriklər, mübarək. Allah qəbul etsin hamımızdan yenə. Allah müsəlmanlara kömək olsun. Vəssalamu aleykum və rahmetullahi və berekatuhu.